İnsanlar əslində bir-birlərini sevməkdən daha çox yaşanılmış xatirələrə bağlanırlar. Yaşananlar, o yaşananlar ki, bir ömür yaddaşın bir köşəsində dəyişməz olaraq qalır. Gedilən küçələr və həmin o küçələrdə yaşananlar. Düşün, dar məhəllədən keçirsən. Həmin məhəllədə köhnə dirək işığı və azacıq yağış yağan zaman həmin işığın ətrafa səpələnməsi. Bitdimi? Əsla. Yağış varsa axın mehdi olacaq. Azacıq külək əsən zaman ağacın budağından qopan yarpaq süzülərək yağan yağışa düşür, sanki qovuşur. Sevgi tək iki insanın bir-birinə aşıq olması deyil, birlikdə getdiyi yollarda izləri və xatirələrdir.